üç badam bir qoz deyilənlər 6-8 ritmdir. Ona üç badam bir qoz deyirlər, nə bilim, raqqa-çuqqa deyirlər və yenə də sevə-sevə oxuyurlar da, oynayırlar da. Tənqid edənlər də özləri həmən o ritmləri, o mahnıları ancaq oxuyurlar, oynayırlar. Və o mahnıları bir alət ifaçısı oxuyurdu. Ya sintezator ifaçısı, ya qoşa nağara, ya nağara, bunlar oxuyurdular. Yəni, o vaxt müğənnilər, məclis müğənnisi utanırdı o mahnıları oxumağa. Bir-iki mahnı olurdu da, Bəyaz Gecələr, Səkinə Day Qızıl Aylay, belə mahnılar olurdu. Və elə bir dövr gəldi, çatdı ki, 1-2 ilin içində. Məclis artıq o mahnılarla başladı, o mahnılar tamamlandı o mahnılarla. Yəni, artıq qadınlar ancaq rəqs fikirləşirlər də, rəqs etmək. Bunun kökü oradan başladı. Şadlıq evlərində isə bu 4 saata salındı. 4 saat vaxt cəmi, o 4 saata da həm yeyirlər, həm dinləyirlər, həm oynayırlar. Video çəkilir, sonra baxırlar video, filan kəs oynamadı mənim toyumda. O istəsə də istəməsə də məcbur olur rəqs etmək, sonra video baxanda deməsinlər. Bu bir tərəfdən gətirir, çıxardır o mahnılara. Şadlıq evlərində bəzi administratorlara sərf etmir lirika muğam. O yemək məsələsinə görə. Bəli.